Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. Air24-ün əməkdaşı xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ay üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. Bildirib ki, nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Bundan başqa qeyd olunub ki, son günlər Samux və Gəncədə yas mərasimlərində qida zəhərlənmələri hadisələrində 48 nəfər zərər çəkib. Həmin zəhərlənmə hadisələrinin səbəbinin lavaş olduğu müəyyənləşib. Ardıcıl və oxşar əlamətlərlə müşayiət olunan zəhərlənmə hadisələri baş verməsi epidemioloji araşdırmanın istiqamətini müəyyən qədər dəyişmişdir və bütün hadisələrdə ortaq şübhəli qida məhsulunun lavaş olduğu müəyyən edilmişdir. Belə ki, bu lavaş məhsulu Gəncə şəhərində nəzarətdən kənar, qida təhlükəsizliyi qeydiyyatından keçməmiş ev şəraitində qanunsuz olaraq istehsal edildiyi müəyyən edilmişdir və satış məntəqələrinə, eləcə də yas mərasimlərinə paylanılmışdır. Hazırda satış nöqtələri və paylanma zənciri aşkar edilmiş tərəfimizdən və məhsulların geri çağırılması üzrə tədbirlər görülmüşdür.